Ömer ibn Xattab. Və ondan sonra nə edir? 7 il Məkkədə Peyğəmbərimiz sallallahu yanında olur. Hicrət vaxt çatanda nə edir? Hicrətə gedəndə, hicrətə getməyi də gizli getmir. Hamısı o vaxt nə edir? Gizli Peyğəmbər icazə verir. Deyir, sən get Mədinəyə. 20 nəfərlə İslam qəbul. Deyir, yox, açıq-açıq gedəcəm mən deyir. Qorxmur. Gelir Kəbəyə, tavaf eləyir, namaz qılır. Baxır belə Qureyşə, deyir, ey Qureyşi, kim istəyir uşağı yetim? Deyir, mən hicrət edirəm. Sahabə gizli gedirlər axı. Tuturdular, bağlayırlar, öldürürlər. Kim indi istəyir uşağı yetim qalsın? Anası gözü yaşlı qalsın deyir, arvad dul qalsın, gəlin vadinin arxasında gözləyirlər. Yəni hicrətə getməsi də belə qorxulu deyil. Mədinəyə gələndə nə edir? Öz əhli, iman gətirənlərlə 20-yə yaxın nə edir? İslam'a gəlir. O vaxtda Musa ibn Umeyr, yəni Mədinəyə çatır, yəni İbn Məktum gəlirdilər ki, insanlar yenəsə İslamı öyrət. Bilal gəlir, sonra Ammar ibn Yasir, sonra Ömər ibn Xattab 20 nəfərlə gəlir. Ona görə nə edir? Ondan sonra başladı İslam'a yeməyə, yardım eləməyə. Hətta Məkkədə özündən əvvəl kim İslam'a hicrət eləmək istəyirdi? Dedi, mən sənin zamin dururam, get. Pul lazımdır, verim, qoruyum, Məkkədən çıxardım. Axırı sonra nə edir? Peyğəmbər deyir ki, sən də hicrət elə. Artıq nədir? Məkkə müşriklərin əziyyət çoxalıb, artıq nədir? Altıra hicrətin eyniyir, icazə verir. Və Peyğəmbərimiz nəyə olur? Vəziri, dostu. Hər zaman nədir? Yanında. Peyğəmbər onu nə edir? Uveym ibn Saidənə qardaş eləyir. Və nə edir? Peyğəmbər nə edir? Sahabələrini Quran üzərində nə gözəl tərbiyələndirərdi. Baxın, onlar eşitdiyi nə idi? Cənnət, cəhənnəm, Allahın qəza və qədəri. İnna rabbakumullahu ləzi xalaqas semavati vel ard. Sizin Rəbbiniz ki, göyləri, yerləri 6 gündə yaradıb. Thumma istava alə arş, ərşə ucalıb. Yoxşil leylən nəhara, gecəni gündüzü örtür. Ayələri eşidəndə gör onların imanını idi. Subhanallah. Və mə bikum min ni'mətin fəminəllah. Sizdə olan bütün neməti Allahdandandır. Tətəcəfə cunubum ənil madaci. Onlar deyir, yataqlarını tərk edərlər. Allahdan qorxaraq, sevərək ibadət edərlər. Subhanallah. Baxın, çox şeylərdə Peyğəmbər nə edir? Vəhiyyə müvafiq oldu onun sözü. Deyir ki, Ömər radiyallahu anh deyir ki, 3 şeydə deyir, Rəbbimə müvafiq oldum. Subhanallah. Nə deyir? Ey Allah Rəsulü. Birincisi nə deyir? Ey Allah Rəsulü, Məkkədə olanda. Bu İbrahim məqamına namaz qılan yer götürsək. İbrahim məqamı. 6 ayə indirdi. Nə deyir? İbrahim məqamını seçin namaz üçün. Ömər Xattab təmənni edir. Subhanallah. Sonra deyir ki, ey Allah Rəsulü, sənin evinə salih insan da girir, pis insan da girir. Bəlkə deyir, möminlərin anaları hicab geyinsə, 6 ay hicab ayəsini indirir. Subhanallah. Həmçinin baxın, bir gün Peyğəmbərimiz s.ə.v-in həyat yoldaşları, ailə arasında olur söhbət, Ömər Xattab gəlir, hamısını tənqid edir. Çünki öz qızı idi Peyğəmbərin həyat yoldaşı. Kim? Hafsa. Həm nə idi? Qızı ərdə idi Peyğəmbərimiz s.ə.v-lə. Girir, deyir ki, Allahdan qorxun, filan. Əgər siz razı qalmaz, Allah sizdən daha yaxşısını dəyişər. Ayə indirdi. Subhanallah. Yəni, bu qədər salih insan olub.